Ürəyimə spiral qoyulub. Mən Ruçnoya gedib Qıraq kənddən su gətirirəm. İçmək üçün. Yoxdur. Yoldaşım da özümlə yaşıddır. 71 yaşı var. Qonşu bana su gətirir. 10 litr ya 5 litr. İmkan yoxdur. Pensiyayla da dolanan adamım. Pensiyi də kommunalliyan verək. Su gətirən 80 manat istəyir 3 gündə, 4 gündə söz verir, maşın ya maşını qırıq olur, ya nə olur, gətirə bilmirik. Ala bilmirik daha doğrusu. Yoxdur imkan. İndi əgər hökumət bu əsrdəki bizi bu günə saxlayır, biz quluq da, adam da ölü ki, heyvanıq da orada. Bir insan ki bu yaşta suya həsrət qalsın, 70 yaşında, 75 yaşında adamlar, bu nə devlət?